Herkese salam. Bugün 4 aylıq bir ana ve 4 aylıq bir uşaq olaraq Zeyd üçün bugüne qədər istifadə etdiyimiz, razı qaldığımız və razı qalmadığımız şeylərdən danışacağıq. Məndən ha vaxt soruşub nədən razı qalmışam yoxsa qalmamışam ki? Deməli, ilk öncə başlamaq istəyirəm bezlərdən. Sən Allah tez elə yoxum tökülür. Junizin bu bezləri, bunun müxtəlif növləri var bizdə. Yaxşı, sən də düşürsən videoda, əsəbləşmə. Azarvad, mən düşmək istəmirəm, gedib yatmaq istəyirəm. Deməli, Junizin bu bezləri, bu tülkülü olandır. Bu arada bu bezləri təkcə belə deyim də, keyfiyyətinə görə yox, sırf şəkillərinə görə belə almağa dəyər. Yəni özür dilərim, burdasan. Bax. Çox konuşuyorsun, boş konuşuyorsun bey. Bu bezlərdən istifadə eləyəndən bu yana bunlardan keçə bilmirəm. Nəyə görə? Çünki birincisi materialı çox yumuşaqdır, həddindən artıq. Elə bez var, misal üçün yoldan almaq məcburiyyətində bir neçə dəfə qalmışıq. Nənəm demiş, taqqanaqdır. Pişməcə eləmir uşağı qətiyyən. Necə deyim, sızdırmır. Baxın, bu biraz daha nazik versiyasıdır. Hava çox isti olanda, belə necə deyim, rahat bez dəyişdirməyə şəraitim olanda bunu istifadə edirəm. Əynində çox yüngül qalır, şişmir. Amma misal üçün harasa gediriksə və dəqiqə başı mənim bez dəyişdirməyə şəraitim olmayacaqsa, baxın, bu Marshmallow seriyasının olan bezi taxıram. Bu dəhşət uzun müddətli aparır və uzun müddətli aparmasına baxmayaraq qətiyyən pişməcə eləmir uşağı. Özünə sərf eləyir, tənbəldir axı, tənbəl. Nə olsun anadır, elə tənbəl avaddır. Bir Allah bilir mən nələr çəkirəm, bir də atam bilir. Tənbəlliyinə sevir ha. Çox gözəl bezlərdir, həqiqətən. Bezləri istifadə eləyəndən sonra dedim, bir də salfetlərinə şans verim. Salfetləri evdə işlətmirəm. Yalansa sənin üzvə nəhlət. Böyük bayra gedəndə yumağa Zeydə aparanda, yəni biraz necə deyim, vəziyyəti yüngülləşdirmək üçün istifadə edirik. Bu isə yol salfetimizdir, çantada az yer tutsun deyə. İkisindən də çox razıyam. Qətiyyən pişməcə eləməyib, yəni yolda istifadə edib yuya bilmədiyimiz zamanlar olub. Bu alcıqant nə istəyir bizdən? Zeydin yeməyindən danışmaq istəyirəm. Zeydə kabrita işlədirik. Bu hal-hazırda əlimdəki 400 qramlığıdır. Normalda həmişə 800 qramlığını aylıq alıram, amma səhifədə endirimə düşmüşdü. 70% endirimdə idi məhsullar. Bunu da aldım. Çox razıyam. Qətiyyən qusturma, yəni fontan kimi qusma, düşməmə, bayrına təsir eləmə, yəni belə bir şey yoxdur. Keçi südü olduğu üçün də dəhşətli dərəcədə yüngüldür, rahat həzm olunur. Arada onu da dinəndə yetizdirirəm, bir başı uzadıram, yazıq çobalya qalır yerində. Bunlar da dinəndə, dinən qeyvənirəm də bu yeməyə. Dinəm. Zeyd ana südündən, belə deyim, imtina eləyəndə mən çox ağlamışdım, həddindən artıq ki, ana südü övlad üçün çox vacibdir də, yəni immuniteti gücləndirir, yəni çox faydalıdır da, bir uşaq üçün ən vacib şeylərdən biri ana südüdür. Çox pis olmuşdum, o qədər ağlamışdım ki, mənim uşağım ana südü ilə qidalana bilməyəcək, amma mənə təsəlli kabrit oldu, həqiqətən. O qədər yüngül, o qədər faydalı yeməkdir ki. Zeydin bu termosu həm çox şirindir, Minilanddan almışıq bunu, baxın üstündə də yazılıb. Həm çox qəşəng isti saxlayır, yəni gecə misal üçün doldururam, səhərə qədər eyni istilikdə qalır, axşama qədər də qalsa, yenə də eyni istilikdə qalacaq. Səhər sadəcə biz suyumuzu təzələyirik. Daha sonra Philips'in bu əmziklərindən danışmaq istəyirəm, Avent. Zeyd heç bir soskanı götürmədi, heç birini. Yəni almadığımız, yoxlamadığımız əmzik qalmadı da, belə deyim. Bir dənə yeganə ilk başlarda forslandı, düzdür, özün göstərdi bizə. Bir dəfə götürdü, bir dəfə götürmədi, amma Yaxşı, deyənsən, qoy video qutarsın, bir də yuxunda görərsən o əmziyi. Lidaza, mən uşaq dünyaya gələndə çox fikirləşirdim ki, Zeydə nə verim ki, yaxşı olsun da, sancısın köpünü, qazını almaq üçün. Bu çox yaxşıdır, həddindən artıq. Düzdür, siz yenə də pediatrınızla məsləhətləşin. Hər uşağın yapısı farklıdır, Türklər demiş. Amma bizə bu çox yaxşı düşdü. Qazını da aparır, köpünü də aparır.
Ay salamat ol. Çox rahatlıq verir Zeydə. 6 saatdan bir işlədirik bunu. Gözün içine kimi yalan danışır, yadından çıxır vermək bəzən. Aventin təzə içindən yemək yemişik, çirklidir. Aventin bu butulkası. Bunu hər kəsdə görürdüm deyə aldım. Yəni bundan başqa butulka heç işlətməmişik. Ona görə başqa butulkalarla fərqini deyə bilmərəm, amma rahatdır. Yəni başlığını vaxtında dəyişdirəndə ayına görə rahat bir butulkadır məncə. Deyəcəksiniz niyə şüşəsini işlətmirsən? Şüşəsi də var bunun. Prosta Zeyd belə deyim, biraz xoşlayır oynaya yemək yesin. Ona görə şüşədə tez soyur, məcbur plasmas işlədirik çox vaxt. Bilirəm ki, bir çox analar sudokrem işlədir hal-hazırda. Biz də xəstəxanadan çıxanda mənə sudokrem məsləhət gördülər. Sudokremi qətiyyən pisləmirəm. Yaxşıdır, həqiqətən pişməcənin qarşısını alır. Amma qiymət performans məsələsinə gələndə bu leynermazı var, bu Dədəbaba leynermazı, sarısı bu rəngi. Çox möhtəşəm bir şeydir. Zeyd bir dəfə pişməcə olub 4 ay içində, bircə dəfə. O da mən bilmirdim, yəni məlumatım yox idi. Açdım, gördüm ki, uşaq pişməcə olub, ürəyim partlayırdı. Yəni çox güclü dərəcədə deyildi, amma qızarmışdı. Ürəyim partlayırdı. Bunu sürtdüm. İlk dəfə orada gördüm bunun effektini. İkinci dəfə bezi dəyişdirəndə açdım, gördüm heç nə qalmayıb. Əsər əlamət qalmayıb pişməcədən. Bunu alın, aldırın. Qiyməti çox ucuzdur, performansı çox yüksəkdir. Həyatımda gördüyüm ən gözəl pişməcə kremidir bu. Nədir? 7 dəqiqədir danışırsan da, dur gedə yoruldum burada gözləməkdən. Gülə bilirsən, sən niyə artistlik eləyirsən? 2 saatdır orada özünü göstərsən. Bunu da necə işlədirəm? Bepantendir bu. Bunu pişməcə olanda yox, pişməcə olmasın deyə işlədirəm. Bu da yaxşıdır. Bu qədər. Bitti. Qoç bürcüdür ya. Tez əsəbləşir. Beynini söndərməyin. Yuxusu var. Biz getdik yatmağa.